paytaxtın Nizami rayonu Heydər Əliyev prospekti Bağırov tuneli adlanan hissəsindəyik. Görmüş olduğunuz kimi burada yol bərbad vəziyyətdədir. Bir neçə dəqiqə öncə Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi tərəfindən məlumat verildi ki, bax bu ərazinin mərkəz istiqamətində olan yolda hərəkət məhdudlaşdırılıb və səhər saatlarından etibarən müvafiq qurumlar, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olsun, polislər olsun, yol hərəkətini təmin edə bilmək üçün çalışırlar, amma görmüş olduğunuz kimi suyu hələ də yığışdırmaq mümkün olmayıb. Məlumat verildiyi kimi Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhər ərazisində intensiv yağışlarla əlaqədar olaraq nəticələrin aradan qaldırılması istiqamətində qüvvələr müxtəlif ərazilərə cəlb olunub. Hal-hazırda gördüyünüz kimi şəhərin Bağırov körpüsü kimi tanınan ərazidə avtomobillər üçün nəzərdə tutulmuş yeraltı keçiddə suyun ərazidən çəkilərək kənarlaşdırılması, eyni zamanda hərəkətin bərpa olunması istiqamətində zəruri işlər həyata keçirilir.